Zəngilanın altında Paşinyan yol çəkir, Zəngilandan. Mənim ürəyimin üstündən yol çəkir Qarabağa. Hər şeyi gözüm almışdım ha, hər şeyi. Mən bütün orada türmə də heç nə idi. Ondan sonra evimdə əlimdən alsaydı deyəcəm cəhənnəm olsun. O mən içimdəki vulkanı püskürürdü o vulkan ki, sən bu deməlisən bu sözü. Haykırdım mən orada, haykırırdım. Bütün dünya haykırırdım ki, eşidin bizi. Bizim halımıza belədir, bizim torpağımız alınıb. Heç kim bizə yə durmur. Öz dövlətimizdən də ümidimiz kəsilmişdi. Orada həqqi mən, əgər məni aparsaydı, bəlkə mənim ürəyim partlayardı. And olsun Allaha, bax. Ürəyim partlayardı, mən orada qalardım. Lab mənim aparıb türməyə bassaydılar da, mən elə orada qırılardım. Amma çox şükür ki, mən bu günü gördüm. Çox şükür. Saat 12-yə kimi Şəkidən, Şəmkirdən, Sabirabaddan, Şamaxıdan, hər yerdən, Azərbaycan hər yerindən deyir ki, gözünüz aydın, axır ki, vətəni arzunuza çatdınız. Gözləyirdim, həqqi gözləyirdim, amma da bu tezliklə yox. Bu tezliklə ümidim yox idi. Mən bu xəbər eşidəndə, bax, belə qurudum qaldım. Ki, belə həqiqi, çünki bizim silahımız olmaya, ermənilərdə bir o qədər silah ola, onlar yuxarıdan aşağı bizi qova-qova yenə də onlar bu sürətlə gələ bilmədilər. Şüarı ilə, Qarabağ adı ilə miting eləmək ona yer vermirdilər. Bu nə idi? Bicanəlikdir. Yəni ki, bu dövlət nə isə istəmir. Amma indi dəyişib, fikrimiz dəyişib. Fikrimiz dəyişib, dövlətimiz var olsun, dövlətimiz sağ olsun, dövlətimizin arxasındayıq həmişə. Əzizlərimizin qəbri var, onları əgər durubsa indi orada, durubsa, onları ziyarət edib, evimizi, torpağımıza gedib, vallahi diz çöküb orada öpəcəm o torpaqdan. Orada başlayacaq həyat qurmağa, yaşamağa. Birinci kəndimizdir. O çayların qırağın, ayaq yalın gəzəcəm o çayların qıraqlarını. O dərələr, o təpələr hamısı darxıb bizim üçün. Burada 3-4 il burada qalacağıq, 3-4 peçat vurulacaq, 3-4 il bura, 3-4, gör neçə illəri biz burada qalmalıydıq. Amma indi çox şükür ki, buna son qoyuldu bizə. Bu, mən elə bilirəm ki, bu bir ildən artıq bu qalmayacaq bizdə.